istədiyimiz kimi maraqlı oynanıldı. 2 bir-birinə oxşayan rəqib oynadı, oyun üslubu bir-birinə oxşayan. Belə təbii ki, qələbə qazanmaq istəyirdik, amma sonunda yəni üzücü bir qol qaldı və qələbəni əldə edildik. Səncə nə çatışmadı? Əlimizdən gələn hər şey elədik. Kəşəm komandayla lazım isə onu edirdi meydançıda. Sadəcə olaraq aynı bir epizod oldu ki, burada təsadüfün ayağına dəyib tutdu. Bəzi epizodlarda əsəbi olduğunu hiss olunurdu və hətta Əsəbi deyil, istəyirdik. Agresiv idi. Agresiv, normaldır. Komanda yoldaşlarının biraz o momentlərdə oldu ki, biraz gördüm onların şeyləri, özüm belə edirdim ki, yəni təzdən bunlarla agresivləşsinlər. Ama goldan sonra elə bir itirsiz oynadı. Tapa bilmirdi. Hesab edirəm, yəni son 10 dəqiqədə də hücumlar qurduq. Sadəcə olaraq yəni Monaco kimi komanda müdafiədən oyun quranda müdafiəni yarmaq çox çətin idi. Ümumiyyətlə bu dəfə daha yaxşı oynadı, yəni nəinki Monaco. Hər iki oyunda fikirləşirəm ki, yəni orada qələbə qazana Yəni bu bilərdi, dəfə amma gol ən oldu. azından heç-heçə oynamalıydı. Burada da qələbə qazana bilərdi. Yəni oyun salınmadı hər iki oyunlardan, amma bir xalla ayrıldı. Bu Qazon Yox, qazan normal idi, yəni bəhanə o qazan bir şey yoxdur. Rəşad, bir də hakimlə bağlı, yəni oyun sonlarına yaxın Monaco futbolçusu etirazlar bildirirdi hakimə. Onlar birinci dəqiqədən etiraz edirdi. Hətta oyundan sonra baş Yox, məşqçi də birinci dəqiqədən elə etiraz edirlər. Yəni məsələn belə görsənirdi ki, yəni təcrübəli komandadır. Hakim təzyiqə salmaq istəyirlər. Hakim də təcrübəli hakimin təzyiq altına düşmürdü. Yəni bildiyini hakimlik edirdi meydançada. Milli heç-heçə sizi ikinci yerə hələlik qaldırıb. Bəli, bunların oyunları başlamayıb Tottenham'da. Ümumiyyətlə sən necə dəyərləndirərsən bu qrupdan ikinci ya da birinci yerdən çıxmağı? Bu gün qələbə qazanmaq istəyirdik ki, şanslarımız daha yüksək olsun, amma qismətimizdə bərabərlik idi. Gələcək göstərəcək daha ki, rəqibimiz də necə oynayacaqlar, biz necə oynayacaq bu iki oyunları. Ondan sonra biləcək. Sağ ol.